Rəsmi Vaşinqton xarici siyasət sahəsində əsas prioritetləri hələ açıqlamasa da, Yaxın Şərqdə münaqişələrin həlli və Rusiya ilə münasibətlərin yaxşılaşdırılması kimi məsələlərə üstünlük verəcəyini işarə edib. Yeni administrasiyanın Qafqaz regionunda siyasətini müzakirə etmək üçün Xarici Siyasət Araşdırma İnstitutunun Türkiyə və Cənubi Qafqaz üzrə eksperti Michael Çeçerini proqrama dəvət etmişik. Michael Çeçeri, thank you very much for joining us today. Thanks for having me. Washington has not yet announced. Vaşinqton ABŞ-ın yeni administrasiyasının xarici siyasət kursunu hələ açıqlamayıb. Nə gözləməliyik? Trump administrasiyasının Cənubi Qafqaz bölgəsində siyasəti nədən ibarət olacaq? I don't think what you're going to see is an announcement of a specific foreign policy. Mənə elə gəlir ki, xüsusilə də Qafqaz bölgəsi ilə bağlı hansısa xüsusi bir siyasət ya da Trump doktrininin elan olunması gözlənilmir. Yeni administrasiyanın təkcə Cənubi Qafqaz bölgəsi deyil, bütünlüklə Avrasiya regionu ilə bağlı əsas prioritetlərinin nədən ibarət olunacağı ilə bağlı qeyri-müəyyənliklərin olduğu bir vaxt mən regiona dair ardıcıl ideoloji bir yanaşma nümayiş etdirdiyini görəcəyimizi düşünmürəm. Mənim fikrimcə bu daha çox işgüzar yanaşma tərzi olacaq. Daha çox administrasiyanın bir və ya bir neçə ölkə ilə spesifik razılaşmalar əldə edə bilməsi qabiliyyətinə əsaslanan münasibətlər olacaq. Bu razılaşmalar və bu siyasət də daha geniş mənada regionda başqa ölkələrə öz təsirini göstərəcək. Buna misal olaraq, hazırda Rusiya ilə baş verənləri göstərmək olar. Trump administrasiyasının Rusiya ilə əlaqələrini götürək. Bu münasibətlər çoxlarının dediyi kimi artan xətt üzrə inkişaf edəcəkmi? Və əgər belə olsa, bunun təkcə Cənubi Qafqaz deyil, Şərqi Avropa və Avrasiya məkanının təsirləri nədən ibarət olacaq? Əsas sual budur. Amma indiki məqamda əsas işarə onadır ki, ABŞ əsas etibarilə əvvəllər əldə edilmiş razılaşmalara əməl etməyə davam edir. Regional tərəfdaşlarla əməkdaşlıq davam etdirilir. Rusiyanın regionda, Gürcüstan və Baltikada təcavüzünə qarşı olan ölçülərin təmin edilməsini davam etdiririk. Yəni bu məqamda bunlar artıq mövcuddur. Bu işlər artıq öz axarı ilə davam edir. Sual indi budur. Bu administrasiya bu işləri dayandıracaq, yoxsa dayandırmayacaq? Ya da 1-2 il ərzində tədricən onların aradan getməsini gözləyib, onları əvəz edəcək yeni təşəbbüslərlə çıxış edəcək? Bu hələ ki aydın deyil. Siz əvvəlki administrasiyanın yürütdüyü siyasətlə müqayisədə hansısa dəyişikliyi görürsünüzmü? I mean, it's a matter of how this new administration takes what the previous administration had already put into place. Hər şey yeni administrasiyanın əvvəlki administrasiyanın artıq gördüyü işlərə münasibətindən, bunların davam etdirilməsi imkanının olub-olmamasından asılı olacaq. Məsələn, Gürcüstanda, Baltikada və NATO-nun şərq sərhədlərində təminat üzrə ölçüləri götürək. Bu, əvvəlki administrasiya tərəfindən həyata keçirilmiş proseslərdir və 2017-ci il büdcəsində əks olunub. Bu, 2018-ci il və bundan sonra öz əksini necə tapacaq? Məsələ bundadır ki, administrasiya bunu davam etdirmək imkanına malikdirmi? Bütün bu suallara cavablar hələlik açıq qalır. Amma bir məsələ mənim fikrimcə potensial narahatlığa səbəb olur. Bu da ondan ibarətdir ki, bu administrasiya ilə Rusiya arasında münasibətlərin yaxın olduğuna dair bir təsəvvürün olması ölkənin Cənub Qafqaz və bəlkə də NATO-nun şərq sərhədləri və hətta Ukraynanın uzaqlaşması və bu regionların ABŞ və Rusiya arasında əvvəlki administrasiyanın beynəlmiləl perspektivindən kənarda böyük bir sövdənin qurbanları ola biləcəyinə dair qorxuların artmasına səbəb olur. Tamamilə aydındır ki, bu administrasiyanın müəyyən qlobal maraqları və qlobal baxışları olsa da, çoxmillətli və beynəlxalq səviyyələrdə aktiv iştirak etmək istəyi baxımından qlobalist və beynəlmiləlçi deyil. The recent escalation between Azərbaycani and Armenian troops in the Nagorno-Karabakh. Bu yaxınlarda Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında Dağlıq Qarabağda cəbhə xəttində toqquşmalar beynəlxalq ictimaiyyət tərəfindən böyük narahatlıqla qarşılanıb. Vəziyyət nə dərəcədə təhlükəli görünür? I mean, there's no question that the situation is extremely dangerous in the region. Heç bir şübhə yoxdur ki, regionda vəziyyət təhlükəlidir. Dağlıq Qarabağ və onun ətrafında, bufer zonasında son gərginliklərlə şübhəsiz ki, yeni müharibənin başlayıb-başlamayacağı sualı ortaya çıxır.
Keçən il aprel ayında müşahidə etdiyimiz səviyyədə toqquşmalar prezidenti olmayan qarşıdurmadır. Bunlar təbii ki, təkcə iki ölkə deyil, bütün regionda dağıntılar və qırğınların mümkünlüyü ilə bağlı həyəcan doğurur. Mənə elə gəlir ki, biz bu mərhələdə yaxın gələcəkdə açıq və davamlı münaqişənin baş verə biləcəyinin mümkünlüyünə hazır olmalıyıq. Bunun çox böyük nəticələri ola bilər. Biri-birinə qarşı iki yaxşı silahlanmış silahlı qüvvə mövcuddur. Onlar güclü silahlanıb və müəyyən bir nəticə əldə etmək üçün motivasiyaları var. Ara sıra atışmalar və döyüşlərin olması faktı onu göstərir ki, hansısa mərhələdə gərginlik baş verəcək. Bununla yanaşı Azərbaycanda siyasi dinamika nəzərə alınmalıdır. Dinç yolla münaqişənin nizamlanması üçün kifayət qədər impulsun olmaması kimi bir fikir mövcuddur. Onların nəzərində keçən il apreldə hücumdan sonra nəyəsə nail olunub. Ərazi baxımdan, həmçinin simvolik baxımdan da üstünlüyün əldə edildiyi kimi bir his var. Ermənistan tərəfdə isə fikrimcə belə bir fikir var ki, bu ərazilər və Dağlıq Qarabağ erməni mədəniyyətinin qorunmasının əsasında durur. Biz əsas müharibəni udmuşuq. Biz uzun müddətdə bunun saxlanmasına əmin olmalıyıq. Biz Ermənistanın məhv edilməsi kimi ritorika aparmış rejimə qarşı da güzəştə getməməliyik kimi fikirlər var. Hər iki tərəfdə çox yüksək dərəcədə gərginlik var və bütün bunlara görə müharibənin necə baş verə bilməməsinə inanmaq çox çətindir. Amma Minsk qrupu tərəfindən böyük dəstək var. Rusiya və Birləşmiş Ştatlar açıq müharibənin baş verməməsinə çalışır. Mən inanmıram ki, Rusiya açıq münaqişənin olmasını istəyir. Buna inanmaq üçün yaxşı əsas var. Bunun üçün yaxşı əsas var. Düzdür, Rusiya münaqişədən öz məqsədləri naminə istifadə edirdi. Amma onlar nəticədə Azərbaycan və Ermənistan arasında davamlı açıq münaqişənin olmasını istəmir. Rusiyanın regionda sülhə nail olması istiqamətində o zaman səyləri nədən ibarətdir? In many respects, the US and Russia are on the same page. Regionda gücə və nüfuza malik Rusiya kimi ölkə də daxil olmaqla heç bir ölkənin münaqişədə böyük rol oynayacağını demək olmaz. Dağlıq Qarabağ münaqişəsində bir çox cəhətdən Birləşmiş Ştatlar və Rusiya eyni mövqeydədir. Minsk qrupu, ABŞ, Rusiya və Türkiyə həqiqətən də Azərbaycan və Ermənistan qüvvələri arasında münaqişədə yalnız müəyyən dərəcədə rol oynaya bilər. Buna görə də Rusiya ya da hər hansı bir ölkənin sülhə aparan hansısa bir həll yolunu tutması çox çətindir. Problemin bir tərəfi ondan ibarətdir ki, əgər Rusiya regionda həllə nail olmaq üçün öz nüfuzundan istifadə etməyə çalışsa, o zaman o öz nüfuzunu itirir. Ermənistan Rusiyaya ona görə yaxındır ki, onun təhlükəsizliyi Rusiya ilə müqaviləsinə bağlıdır. Azərbaycanla da münasibətlər ona görə balansda saxlanılır ki, Rusiya aqressiv şəkildə bu və ya başqa tərəfi dəstəkləməyə meyilli olmasın. Hansı ölkənin bunu edə biləcəyini demək çətindir. Fikrimcə əsas məsələ ilkin mərhələdə yerində beynəlxalq sülhü mühafizə və monitorinq qüvvələrinin yerləşdirilməsi və işğal olunmuş ərazilərdən hərbi qüvvələrin çıxarılması prosesində etibarın əldə edilməsi üçün sabitliyin yaradılmasıdır. Amma mənə elə gəlir ki, hətta bu da hələ mümkün görünmür. Bakıda da, Ermənistanda da hər hansı tərəfdən bir addım belə güzəştə qarşı çıxırlar. Buna görə də sülhü mühafizə qüvvələri kimi məsələlərin necə həll ediləcəyini demək çətindir. Bu, yeni administrasiyanın məşğul olmalı olduğu bir işdir. Xüsusilə də aktiv münaqişə başlasa və bunun baş verə bilməsi də mümkündür. Münaqişənin nizamlanması perspektivləri ilə bağlı hər hansı bir ümid gözlənilirmi? I think there are more opportunities for kind of the people-to-people contact. Mən yaxın zamanda bunun baş verəcəyinə nikbin yanaşmıram. İnsanlar arasında əlaqələrin daha çox perspektiv olduğunu düşünürəm. Son illərdə bu işdə müəyyən mənada bir impulsun olduğunun şahidi olmuşuq. Ümid etmək olar ki, bunun vasitəsilə də bir dönüşə nail olmaq mümkün ola bilər. Amma bunu da demək ifrat nikbinlik kimi görünür. Münaqişənin həlli ilə bağlı indiki durumda bizim ümid edə biləcəyimiz odur ki, gərginliyin qarşısı alınmalıdır. Son 3-4 ildə, hətta deyə bilərik ki, son 10 ildə təmas xəttində münaqişənin intensivliyi baxımından Azərbaycan və Ermənistan qüvvələri arasında getdikcə gərginliyin artdığını görürük.
Biz gərginliyin artmasının qarşısını ala bilərik və danışıqların davam etdirilməsi üçün şəraitin yaradılması və bəlkə də hətta hansısa güzəştə nail ola bilərik. Amma bu indiki şəraitdə bir neçə mərhələdən ibarət bir prosesdir. Hazırki siyasi abu-hava da bu fəaliyyətlər üçün əlverişli deyil. ABŞ-ın, elə Rusiyanın, Türkiyənin və Minsk qrupunun da nəzərincə bu gərginliyin artmasının dayandırılmasına nail olmaq üçün birgə səylərə ehtiyac var. Michael Chechery, thank you very much for joining us today. Thank you for having me. Thank you.